Forbes jurnalı 2026-cı il Dünya Kuboku ilə bağlı maraqlı rəqəmlər açıqlayıb. Yenavaz.com açıqlanan məlumatlara istinadən xəbər verir ki, Dünya Kubokunda 2 milyarder futbolçu yer alır. Lionel Messi və Cristiano Ronaldo. Forbes Lionel Messinin sərvətini 1,1 milyard dollar, Cristiano Ronaldo'nun sərvətini isə 1,2 milyard dollar olaraq qiymətləndirir. 41 yaşlı Ronaldo son 12 ay ərzində vergilər və agent haqları çıxılmadan təxminən 300 milyon dollar qazanıb. Bu göstərici onun Dünya Kubokunda ən çox qazanan futbolçu və dünyanın ən çox qazanan idmançısı edib. Lakin Ronaldo artıq Portuqaliya millisi ilə Dünya Kubokundan kənarlaşdırılıb. Cristiano Ronaldo və Lionel Messi 6-cı dəfə Dünya Kubokunda çıxış edirlər. Hər iki futbolçu Dünya Kubokunda debütünü 2006-cı ildə Almaniyada keçirilən turnirdə edib. Ronaldo 6 Dünya Kubokunun hamısında qol vuran yeganə futbolçudur. Lionel Messi artıq Dünya Kuboklarında 21 qol vurub. O, Argentinanın ilk oyununda hat-trick edib. 6 gün sonra daha 2 qol vurub və növbəti 3 oyunun hər birində bir dəfə fərqlənib. Messini Fransadan Kylian Mbappe və Norveçdən Erling Haaland izləyir. Hər iki futbolçunun aktivində 7 qol var. FIFA may ayında Dünya Kubokunun finalı üçün premium biletləri 32.970 dollara satışa çıxarıb. Bu qiymət əvvəlki analoji biletin 10.990 dollarlıq qiymətindən 3 dəfədən çox bahadır. Həmçinin 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunun finalı üçün maksimum qiymət olan 1607 dollardan xeyli yüksəkdir. Satıcılardan biri təkrar satış bazarında 4 bileti hər biri 2,3 milyon dollara satışa çıxarıb. Hazırda ən ucuz biletin qiyməti təxminən 11.000 dollardır. Qeyd edək ki, FIFA həm alıcıdan, həm də satıcıdan 15% komissiya alır. Bunlardan başqa VIP təkliflərinə bunlar daxildir. Forbes həmçinin qeyd edir ki, Dünya Kubokunda istifadə edilən təxminən 11 funt çəkidə 18 karatlıq qızılın bugünkü qiymətlərlə dəyəri təxminən 713 min dollardır. Dünya Kubokunun qalibi 50 milyon dollar mükafat alacaq. Playoff mərhələsinə vəsiqə qazanan 32 komandanın hər biri ən azı 11 milyon dollar, qrup mərhələsində mübarizəni dayandıran 16 komandanın hər biri isə 10 milyon dollar əldə edəcək. Müxtəlif xərclər də daxil olmaqla ümumi mükafat fondu 871 milyon dollara çatır. 2022-ci ildə isə bu rəqəm 440 milyon dollar idi. Fox Sports oyunlar arasında 3 dəqiqəlik su fasilələr zamanı yayımlanan reklamlardan ən azı 250 milyon dollar gəlir əldə etməyi gözləyir. Turnirdə 104 oyun keçiriləcək və ümumilikdə 624 dəqiqəlik fasilə olacaq. 30 saniyəlik reklam çarxının qiyməti 200 min dollardan 750 min dollara qədər dəyişir. FIFA eyni zamanda Dünya Kubokunda iştirak edən futbolçuların klublarına 250 milyon dollar ödəyəcək. Proqrama əsasən hər bir futbolçu üçün gündə minimum 5000 dollar təmin edilir. 2026-cı il Dünya Kubokunun büdcəsi isə ümumilikdə 3,8 milyard dollardır. Bu məbləğin 1,1 milyard dolları əməliyyat xərclərinə, 159 milyon dolları nəqliyyat xərclərinə, 23 milyon dollar isə hakimlər üçün nəzərdə tutulub. FIFA 2026-cı il Dünya Kuboku ilə başa çatan 4 illik dövr ərzində ümumi gəlirinin 13 milyard dollara çatacağını gözləyir. Bu gəlirin 3,9 milyard dollarının televiziya hüquqlarından, 3 milyard dollardan çoxunun isə qonaqpərvərlik və bilet satışlarından əldə ediləcəyi proqnozlaşdırılır. Müqayisə üçün Qətərdə keçirilən 2022-ci il Dünya Kubokunun 4 illik dövrü FIFA-ya 7,6 milyard dollar gəlir gətirib. Beynəlxalq Olimpiya Komitəsi isə 2024-cü ildə 4,4 milyard dollar kommersiya gəliri əldə edib.